Universitetə hazırlaşmaq üçün repetitor yanına getməyə ehtiyac olmayacaq. Bir neçə məktəbi əhatə edəcək yeni təmayül tədris modeli bu yanaşmanı dəyişməyi hədəfləyir. Bu, şagirdlərə hansı imkanları yaradacaq? Bəs müəllimlər üçün tələblər nələrdir? Təfərrüatlar süjetimizdə. 31 məktəb üçün yeni təmayül tədris modeli hazırlanır. Məqsəd 10-11-ci sinif şagirdlərini universiteti qəbul imtahanlarına məktəbdə hazırlamaqdır. Burada alacağım dərslər və yaradılacaq imkanlar mənim ali məktəbə qəbul olmağıma böyük təsir göstərəcəkdir. Burada mən birinci qrupa hazırlaşıram. Hazırlıqlara gələcəyim, sərf edəcəyim yoldakı vaxtı burada elə bir yerdə sərf eləməyim daha mənim məqsədə uyğundur. 9 sinif buraxılış imtahanından yüksək nəticə göstərdim və beləliklə təmayül məktəbində dərs keçməyə haqq qazandım. Maraqlandığımız sahə ilə bağlı daha yaxından məşğul ola biləcəyik təmayül məktəbi layihəsi sayəsində. Seçilən ixtisas qrupları üzrə əsas fənlər həftədə 3 dəfə 90 dəqiqə olmaqla keçiriləcək. Bu dərsləri tədris edənlər üçün xüsusi tələblər var. Bu müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlər olmalıdır. Həmçinin 3 il və daha çox pedaqoji təcrübəyə malik olan müəllimlər olmalıdır. Digər tərəfdən müəllimlərin işə qəbul balı, diaqnostik qiymətləndirmə balı və sertifikasiya nəticələri 85% və daha yüksək olması arzu olunandır. Müəllimlərin işə qəbul üzrə müsahibə mərhələsinə isə avqustun 3-dən start veriləcək. Sertifikasiya imtahanında 52 bal toplamışam. Deməli, bu tədris modelində müsahibədən uğurla keçəcəyimə əminəm. Eyni zamanda bu tədris modelində dərsləri problem yönümlü, müzakirə yönümlü üsullarla tədris edəcəyəm. Qrup işlərindən, müzakirə metodlarından, həmçinin problem yönümlü iş üsullarına üstünlük veriləcək və həm şagirdlərlə daha çox praktik tapşırıqlar yerinə yetiriləcək və bu da şagirdlərin gələcəkdə daha yüksək akademik nəticələr göstərməsinə şərait yaradacaq. 88 nömrəli məktəb də bu layihəyə qoşulub. Burada digər ümumi təhsil müəssisələrindən gələn 10-11-ci sinif şagirdlər də təhsil alacaqlar. Buraxılış imtahanlarına yüksək bal toplayan 252 şagird demək bu layihədə iştirak edir və bu layihədə təhsil alacaqlar. 14 sinif müəyyən edilmişdir. Həmin 14 sinifdə maksimum 18, minimum 15 şagird təhsilini davam etdirəcəkdir. Xatırladaq ki, qeydiyyat prosesi sentyabrın 1-nədək uzadılıb. Səkinə bəyəm Cəfərova, Fariz Şıxəzadə, Şamilə Şamil qızı, ASTV xəbər.